həm çaşırın özünü yemək, həm köklərini qaynadıb suyunu içmək çox gözəl təsir eləyir. Və həm də bir reseptlə deyim sizə çaşırla bağlı. Deməli 200 qram çaşır götürürsünüz, 1 stəkan limon şirəsi götürürsünüz və 1 kilo bal götürürsünüz. Limon şirəsini qatırsınız bala, çaşır köklərini xırda-xırda doğrayırsınız, onları da qatırsınız hamısını bir-birinə. Qoyursunuz soyuducuda durur. 1 həftə. Gündə 2 dəfə qarışdırırsınız. 1 həftədən sonra bunu süzürsünüz, qəşəng bir dənə şirə əmələ gələcək. O şirəni qoyursunuz, yenə soyuducuda qalır. Gündə 3 dəfə bundan 2 xörək qaşığı 1 stəkan adi suya qarışdırıb xəstə bunu içir. Bunu da eləyə bilərsiniz. Gündə 3 dəfə 1 xörək qaşığı çaşırın kökünü 1 stəkan suda qaynadıb, amma mütləq 10-15 dəqiqə qaynamalı. Özdə çaşır kökü bir 15 dəqiqə qaynayandan sonra zəif odda qoyursunuz qaynayır. Belə bir tünd göyümsü bir rəng alır. O rəng alana qədər bir 15 dəqiqə qaynadırsınız, onu içir və yay vaxtı da bol çaşır gətizdirin, ondan da yeyin, imkan varsa yeyin və yaxud da o təzə çaşırın özünü də belə qaynadıb onda suyunu içə bilərsiniz. Çox gözəl təsir edir. Mən deyərdim ki, dərman bitkilərinin içərisində xərçəng xəstələrinə ən gözəl təsir göstərən bitkilərdən elə çaşırdır. Uşqun bitkisidir. Uşqunun kökləri varsa ondan da istifadə edin. Onun da çox gözəl təsiri var. Bizim fitoklublara gəlir. Onun şirəsini də içə bilərsiniz. O da çox gözəl təsir. Yəni bunlar effektiv müalicə vasitələri və bütün dünya da bunları təsdiq eləyir.